Sual verirlər ki, bu günlərində ateizm, deizm və nə bilim, müxtəlif feminizm, bunlar hamısı bir ideoloji bir məsələlərdə. Tanrı varmı? Əgər varsa bu qədər zülmlər və yaxud da bugün gördüyümüz çaşmamazlıqlar nə üçün var? Əvvəla bir şeyin olması, olmaması Allahın varlığının yoxluğunu, heç kim Allahın yoxluğunu sübut edəməz, varlığını sübut edəməz. Bu mümkün deyil. Sadəcə bu hissiyat məsələsidir. Kim hiss edirsə, işin davam edir. Hiss edə bilmirsə, qalır orada. Yəni, bu bir mənalı olaraq cavabı budur bunun. Allah var və imtihan da var. Allah var, yəni imtihan var. Biz də imtihan olunuruq. İmtihan duyğularımızla oluruq, şəraitlə oluruq. Çətinlik hər yerdə pürüm-pürüz olacaq, elə bir şey yoxdur. Çətinliklər olacaq. İnsan dostluğu öz övladı ilə olur, öz anası ilə olur, atası ilə olur, yoldaşı ilə olur, iş yoldaşı ilə olur. Anlaşmazlıq özü bir imtihanın özü növüdür. Burada qeyri-adi heç nə tapmaq lazım deyil. Valideynlərlə insan imtihan olunur. Fərqli düşünürlər. Çünki diapazon get-gedə, məsələn üçün, 60-70 getdikcə dünya baxışları fərqlənir. Mənim dünya baxışım fərqlidir. Mən başqa bir fazadayım, onlar başqa bir fazadadılar. Mənim övladlarım başqa bir fazanın insanlarıdır. Ona görə heç min, belə deyək də, dəyərini öldürməmək, sındırmamaq şərti ilə. Əxlaqı normativlərə toxunmamaq şərti ilə biz başa düşməliyik ki, mən buyam, mənim limitim budur, mən bu qədər yaxşılıq eləyə bilərəm. Və hamıya gəldi, yaxşılıq eləmək olmaz. İzah edə bildim, bilməm, eləyəmədim. Məsələ budur. Ona görə böyüklər də özlərinə bir şey eləməsinlər, zaman sizi qocaldım. Amma müdrik olmağınız üçünsə, sizlər də bir xətalar bıraxmışsınız. İcazə verin, bu məsələdir. Bilmə, valideyn çox vaxt narahat olur, ağlayır ki, yəni mənim bıraxdığımı sən bıraxma ki, bilin, vagah olun. Nə dəsə bıraxmasa, o birisi şeydə 100% bıraxacaq. Nə dəsə. Çünki insan təcrübə ilə öyrənməlidir.